Masallı rayonunun 1-ci Yetdöymə kənd sakini Salayeva xanım Nənə Qulam qızının anadan olmasının 100 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib. İştirakçıların yaddaşına dərin iz qoyan bu əlamətlər gün ailə dəyərlərinə, ana müqəddəsliyinə və uzun ömürlüyünün mənəvi sirrinə həsr olunur. Yubilyarın övladları, nəvə nəticələri, yaxın qohumları ilə yanaşı iş və sənət adamları, ağsaqqal və ziyalılar, eləcə də digər qonaqların qatıldığı tədbirdəki çıxışlar zamanı xanım Nənə ana təkcə bir ailənin deyil, bütövlükdə kəndin və nəslin mənəvi dayağı kimi dəyərləndirilir. Qeyd olunub ki, o yalnız keçmişi xatırladan bir ömür yolu deyil, bugünü mənalandırılan, gənc nəslə həyat dərsi verən canlı bir hikmət mənbəyidir. Bildirilib ki, alın tərinin nuru ilə aydınlanan, zəhmətkeşliyi və mərdanəliyi ilə seçilən xanım Nənə ananın keşməkeşli, çətinliklərlə dolu həyatı, sevgi ilə uzalan, səbir və təmkinlə möhkəmlənən bir əsirlik ömür hekayəsidir. Onun həyat təcrübəsi, ailəsinə və övladlarına göstərdiyi qayğı, insani keyfiyyətləri bugün də örnək kimi dəyərləndirilir. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, üzərimizdə böyük haqqı olan ana və atalarımıza sevgi, hörmət və diqqət göstərmək hər bir insanın ən vacib əxlaqi borclarındandır. Tədbir çərçivəsində yubilyara səmimi təbriklər ünvanlanıb, xatirə hədiyyələr təqdim olunub. Xanım Nənə ana isə öz növbəsində göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib, həyat yolundan süzülüb gələn sadə, lakin dərin mənalı sözləri ilə maraqlı xatirələrini bölüşüb. Bayram ab-havasında davam edən tədbirdə xanım Nənə ananın timsalında bütün analara həsr olunmuş şeirlər səsləndirilib, kövrək və ruhlandırıcı nəğmələr ifa edilib. Qonaqlar 100 yaşlı yubilyarla birlikdə rəqs edərək bu unudulmaz günü böyük sevinç və xoş ovqatla qeyd ediblər. Aşif Ağayev, Elsəvər Əliyev, Faiq Mirzə, Emil Nuri. Heç vaxt ağrılarından söz salmazlar analar. Analar yaşlanarlar, qocalmazlar analar. Hüseyin müəllim, gözünüz aydın olsun. Ben bu əsrdə səndən ondan sonra sevilməz adam. Gözəl.